yazır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Yəni, təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taalanın üzərimizdə olan əmrlərini yerinə yetirməyi, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. İlk öncə Rəbbimizə sonsuz sayda həmd sənalar olsun ki, Allah Subhanahu wa Taala bizə belə bir fürsəti verib, bu cürə toplanırıq, Allahı xatırlayırıq, onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem'i zikr edirik. Böyük bir neymətdir, böyük bir xoşbəxtçilikdir. Çünki o yerdə ki Allah xatırlanırsa, o yerdə ki Peyğəmbəri xatırlanırsa, orada həmişə xeyir və bərəkət olar. Və görürsən, insanlar çox vaxtı xoşbəxtçilikdən danışırlar ki, xoşbəxtçilik nədədir? Xoşbəxtçilik Allaha itaat etməkdədir. Xoşbəxtçilik Allaha tabi olmaqdadır. Kimsə görürsən, xoşbəxtçiliyi maşında axtarır, deyir, ən bəhalı maşını alım, xoşbəxt olacaq. Amma alır üstündən bir ay keçir, deyir ki, adi bir şeydir. Və yaxud arzuladığı villa alır, görür elə həmin ki, bir aydan sonra yeni bir şeydir. Adiləşir o şeydir. Amma Allaha ibadət, Allaha sarılma, Allaha bağlanmaq, insanın qəlbinin Allaha sarılması o böyük xoşbəxtçilikdir insan üçün. İnsan görürsən ki, olanda da, görürsən ki, qəsrdə yaşayır, qəsrlərdə. Amma xoşbəxt deyil. Amma görürsən, insan kasıbdır, lakin Allaha ibadət edir. Kasıb bir daxmada yaşayır, lakin xoşbəxtdir. Ona görə də xoşbəxtçilik Allaha tabi olmaqdadır, qardaşlar. Və Ramazandan sonra ilk dərsimizdir. Allah Subhanahu taala xeyirli, bərəkətli etsin. İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli və faydalı etsin. Və bugünkü dərsimiz olduqca mühüm bir dərsdir. Yəni, elə bir dərsdir ki, hər birimizin ona ehtiyacı var. Çünki çətin bir məsələdir. Ələxüsus də bizim dövrdə, bizim vaxtda uşaq tərbiyəsi çox çətindir. Mövzumuz da uşaq tərbiyəsi barəsində olacaq. Çünki Allah və onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem bizlərə İslam dini ilə bağlı olan hər bir şeyi çatdırıb. Və övladı necə tərbiyə etməyi də Allah Rasulü öyrədib. Çünki biz Quran-ı Kərimə baxdığımız zaman Peyğəmbərlərin qissələrini görəndə görürük ki, onlar öz övladlarına necə nəsiyyət edirdilər. Və nəsiyyət də, Peyğəmbərlərin nəsiyyəti də dünyavi şeylərə görə olmayıb ki, ey oğlum, bax işdə pul qazan, nə bilim, məktəbə getmək lazımdır, filan şey yox. Allahın haqqını vermək lazımdır. Allaha ibadət etmək lazımdır. Allaha heç bir şey şərik qoşmaq lazım deyil. Ona görə də İnsanın dünyası olsa, hər bir şey olsun dünyada onun. Lakin Allah'a olmasa, o insan bədbəxt insandır. Lakin insanın Allah'a olsun, yəni Allah'a ibadət etsin. Dünyası olmasa da belə, o insan həm bu dünyada, həm də ahirətdə də xoşbəxt olacaq. Ona görə də mütləqdir ki, biz Peyğəmbərlərin qissələrinə baxıb, övladlarımızı o cürədə tərbiyə etməliyik. Düzü, çətindir. Çətindir və hətta sələflərdən gəlib bəzi sözlər ki, onlar həmişə deyərdilər ki, övlad tərbiyəsi çox çətindir. Ona görə də Allah Subhanahu wa Taala Peyğəmbərinə Muhammed sallallahu aleyhi ve sellemə valideynin duası ilə özü arasında heç bir pərdə qoymayıb. Bilirsiniz niyə görə? Çünki valideyn dua etsin. Ona görə də bəzi sələflər Allaha əmanət eləyərdilər övladlarını. Tərbiyəni çətin olduğu üçün Allaha həvalə edirdilər ki, Allaha əmanət edirdilər ki, Allah Subhanahu Taala onları nə etsin, tərbiyə etsin. Ona görə də duaları nə etmək lazımdır övladlı çox və inşallah indi danışacaq o şeylər hamısını. Və necə ki Allah Subhanahu wa Taala
Təhrim surəsində buyurur ki, həqiqətən də Allah Taala buyurur ki, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Özünüzü və ailənizi cəhənnəmin odundan qoruyun ki, o od ki, nədir? İnsanı cəhənnəmə salan o atəşdən, cəhənnəm atəşindən qoruyun özünüzü və ailənizi. İbrahim əleyhissalam Allaha dua edirdi ki, ya Rəbbi, məni və ailəmi bütlərə tapınmaqdan qoruyun. Məni və ailəmi bütlərə tapınmaqdan qoruyun. Vallahi ki, insan Allaha ibadət etsin, heç bir şey olmasın. Lakin bütün dünyası olsun, hər bir şey olsun, ən bahalı evdə, ən bahalı minikdə gəlsin. Lakin Allahdan qeyrisinə ibadət etsin, Allahdan qeyrisinə səcdə etsin. O insan bədbəxt insandır. O insan bədbəxt insandır. Ona görə də İbrahim əleyhissalama baxın, ya Rabbi, məni və ailəmi bütlərə tapınmaqdan qoru. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, qiyamətə yaxın mənim ümmətim şirkə qayıdacaq. Şirkə qayıdacaq nə deməkdir? Yəni Allah Rasulü izah edir ki, Allah uzza var idi. Onlar yenidən çıxarılacaq qumun altından. Torpağın altından çıxarılacaq və insanlar yenidən başlayacaq onlara nə etməyə? İbadət etmədikcə Allah Rasulü buyurur ki, qiyamət qopmaz. Və başqa hədislər də var ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qayıdacaq ümmət. İnsanlar qayıdacaqlar. Ona görə də Peyğəmbərlərin qissələrinə, həyatlarına baxırıq ki, onlar qorxurdular öz övladları üçün, özləri üçün, ailələri üçün bütlərə, daşlara, ağaclara ibadət etməkdən. Ona görə dua edirlər ki, ya Rəbbi, övladlarımız yalnız sənə ibadət etsinlər. Və həmçinin də Loğman əleyhissalam, Qur'an-ı Kərimə baxaraq ki, Loğman əleyhissalam oğluna o qədər nəsihət edir və deyir ki, ey oğlum, Allaha şərik qoşma. Çünki şirk ən böyük zülmdür. Bax, bu Peyğəmbərlərin qissələri bizlərə öyrədir ki, biz də öz övladlarımızı bu cür nə etməliyik, tərbiyə etməliyik. Allah Rasulü İbn Abbas radiyallahu anh'ını miniyinə mindirir və deyir, ey oğlum, sənə bir neçə kəlmə öyrədəcəm, yadında saxla onları. Və Peyğəmbər sallallahu aleyhi və səlləm öyrədir ona İbn Abbası, kiçik İbn Abbası. Vallahi ki, qardaşlarım, yəni içi mən qarşı olmaqla, biz tərbiyə eləməsək, o telefon tərbiyə eləyəcək onları. İnternet var, o tərbiyə eləyəcək onları. O internet istədiyi şəkildə onları nə edəcək? Tərbiyələndirəcək. Ona görə də övladlarınızla, əgər oğlan övladı varsa kimdəsə, yəni otur, o ilə söhbət elə. Onu başa sal, ona izah et ki, ey oğlum, namaz qılmaq lazımdır, ibadət etmək lazımdır Allaha. Əgər sənin ibadətin olmasa, nə atan, nə anan heç bir sənə kömək eləməyəcək. Allah Rasulü sallallahu aleyhi ve sellem Fatiməyə dedi ki, ey qızım Fatimə, əmərin olmasa, mən sənə kömək eləməyəcəm qiyamət günü. Səni qurtara bilməyəcəm. Kim? Allahın Rasulü. Kimə? Fatiməyə. Cənnətdə qadınların seyyidəsinə. Dedi, əməlin olmasa sənə heç bir şey eləməyəcəm. Nə olsun ki, sənin atana? Ona görə də önəmlidir ki, valideyn özü evdə nə etsin, övladlarını tərbiyələndirsin, onları başa salsın. Vallahi ki, içi mən qarşı, özüm qarşı olmana səhər tezdən məktəbə getmək üçün təpikliyə durğuzuruq uşağı. Ağlı istəmirəmdir, yox, dur. Namazı durğuzuruq elə, yox. Namazı elə durğuzmuruq, qardaş. Qoy yatıb, yox, incitməyib. Məktəbə dögürsən onu, şilləliysən ki, dur, çıx get məktəbə. Uşaq yazı ağlı istəmir getməyə. Bunlar hamısı elə belə deyil, bunlar hamısı qiyamət günü soruşulacaq səndən. Halbuki o namaz, o məktəbindən də hər bir şeyindən də üstündür. O məktəbi olmasa da belə namazı olsa Allah Subhanahu taala onu ucaldacaq hər yerdə. İmam Məlik rahimehullah deyir ki, rəvayət danışır. Deyir ki, biz sələflər danışardılar ki, insanlar gördük ki, bazarlarda hər bir şeyləri var idi. Ataları övladları üçün hər şey eləmişdilər. Dünyalıq tərəfdən hər bir şeylərini təmin etmişdilər. Deyir, onların ibadətləri yox idi. Amma deyir, mən ataları gördüm ki, valideynlər gördüm, övladları üçün dünyavi heç nələri yox, lakin onları namaza, Qurana, hər bir şey öyrədirdilər. Vaxt gəldi, dünyaları təmin olunanlar ən aşağı insanlar oldu. Amma kim ki Allaha, kimə ki Quran, din öyrədildisə, onlar ən hörmətli insanlar ididir. Ən hörmətli insanlar ididir. Subhanallah. Vallahi ki bu belədir. Dinin olacaqsa Allah Taala səni ucaldacaq. Namazın olacaqsa Allah səni ucaldacaq. Necə ki çalışırsan onu övladığı dünyavi hər bir şeylə təmin edəsən,
Ən yaxşı idman müəllimi axtarırsan, hər idman müəllimini bəyənmirik. Yox, kimdir, hansıdır, harda məşq edir, nə rezultatları var. Aparım onun yanına qoyum. Hansı həkimdir və yaxud da hansı maşındır. Hər bir şey maraqlanırıq, amma dinə gələndə heç maraqlanmır ki, Quran müəllimi harda var, gedim bir qoyum uşağımı, qoy oxusun, qoy Quranı öyrənsin. Gedirəm meçidə, özümlə götürüm, aparım onu meçidə. Niyə aparmıram ki? Ona görə də eləmək lazımdır, qardaşlarım. Hamımıza aiddir. Və Allah Rasulü İbn Abbas'a deyir ki, oğlum, Allahı qoru. Allahı qoru ki, Allah da səni qorusun. İstədikdə Allahdan istə. Kömək istədikdə Allahdan istə. Sığındıqda Allaha sığın. Bilginlə ki, ey oğlum, bütün insanlar bir yerə toplaşsalar ki, sənə xeyir versin, Allahın yazını artıq sənə xeyir verənməzdir. Bütün insanlar bir yerə toplaşsalar ki, sənə zərər versinlər, Allahın yazdığını artıq sənə zərər verə bilməzdir. Qələmlər qaldırılmış, səhifələr isə qurumuşdur, Allah Rasulü buyurur İbn Abbas'a. Yəni öyrədir onu, tövhidi öyrədir onu. Tövhidi öyrədir onu. Ona görə də hər birimiz, yəni Allah Rasulü sallallahu aleyhi ve sellemin buyurduğu kimi, sizlərindir, hər birinizdir, çobansınız. Hədisdə belə də keçir, çoban. Və əliniz altında olanlardan məsulsunuz, cavabdehsiniz. Valideyn cavabdehdir ailəsindən, yoldaşından, övladlarından. Dövlət başçısı məsuldur bütün dövlətindən, insanlarından. Fabrik, zavod müdürü, böyüyü məsuldur orada işləyənlərdən. Hər bir kəs bir-birindən nədir cavabdır və Allah Taala da birini o birisi ilə imtihan edir. Allah Taala birini o birisi ilə imtihan edir. Elə belə deyil. Heç bir şey elə belə deyil. Ona görə sələflər deyirlər ki, qiyamət günü. Övlad və valideyn haqları var da. Valideynin övladı üzərində haqqı var, övladın da valideyn üzərində haqqı. Birinci kimi soruşulacaq? Birinci soruşulacaq valideynin. Övladını necə baxıb, necə tərbiyə edir. Birinci o soruşulacaq. Övladdan soruşulmayacaq valideyn haqqı. Birinci soruşulacaq valideyndən ki, övladını necə tərbiyə edib, necə ona baxıb. Ona görə də bəzi sələflər, deməli qardaşlarım, 6 burada əsas gətirir. Əsaslar çoxdur. Lakin 6 dənəsini qeyd etmişik burada. Hansı ki, tərbiyədə onlar bu şeyləri önəm verərdilər, istifadə edərdilər. Birinci deyir ki, dua etməkdir. Bu ən birincidir, qardaşlar. Bayaq qeyd etdiyim kimi, salih övlad olması üçün Allaha dua etmək. Ona görə sələflər deyirdilər ki, çətindir övlad tərbiyəsi. Çətin olduğu üçün də onlar Allah Subhanahu taalaya nə edərdilər? Əmanət edərdilər. Övladlarının tərbiyəsini Allahın öhdəliyinə buraxardılar. Allaha dua edərdilər onlar üçün. Necə ki, gəlib Quran-ı Kərimdə də ayətlərdir. Rabbi həbli minəs salihin. İbrahim əleyhissalam dua edir. Ya Rabbi, mənə salihlərdən bir övlad bəxş elə. Salihlərdən övlad bəxş elə. Və yaxud da mənim övladımı salihlərdən et. Əvvəli salihlərdən et. Bu önəmlidir, qardaşlar. Ona görə də dua müminin silahı olduğu üçün, Allah Subhanahu taala da valideynlə Allah arasında, duası arasında heç bir pərdə qoymayıb. Pərdə qoymayıb ki, valideyn öz övladının üçün dua etsin, Allah Subhanahu taala da qəbul etsin onu. Onu da eləmirik. Qardaş. Sonra deyir ki, övladım nədir? Namaz qılmır və yaxud namaz qılmaq istəmir, filan şey eləmək istəmir. Ona görə də sən yerə bütün səbəbləri götürüb nə edəsən? O duaları edəsən, qardaşlar. İkincisi, qardaşlarım, önəmli, tərbiyədə olan önəmli məsələlərdən ədalətli olmaqdır. Yəni, bir neçə övladın varsa, o övladlar arasında nədir? Mütləq şəkildə ədalətli olmalıdır. Və elə etməlisən ki, övladlar arasında bir-birinə qarşı nədir? Sevgi olsun. Həmçində sən də öz sevgini hər birisinin arasında nə edəsən? Bölüşəsən. Gəlib sahabələrdən ki, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanında Numan ibn Bəşir deyir ki, atam deyir, bir neçə qardaş idi, birinə hədiyyə alır verir. Və həmin o sahabənin yoldaşı deyir ki, sən ədalətsizlik etdin, digərlərini almadım. Və bu xəbəri Peyğəmbər sallallahu aleyhi ve sellemə çatdırırlar. Və Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, mən deyir, bu ədalətsizliyə şahidlik edə bilmərəm.
Və deyir ki, sən istəyirsən ki, onlar hamısı səninlə eyni rəftar etsinlər, yəni o övladların böyüyəndə. Deyir ki, bəli. Deyir, onda gələk onlar arasında nədir? Ədalətli olasan. Yəni, əgər hədiyyə alırsansa, birinə nəsə alırsansa, hamısı üçün nə etməlisən? Bölməlisən onu. Ki, birini üstün tutub, daha çox hədiyyə, daha çox geyim alıb, o bursları nə etməyəsən? Kənar atmayasan. Çünki uşaqdır, baxır, görür ki, ata nədir? Daha çox ona məhəbbət bəsləyir. Olmaz. Ona görə sələflər qayda qoyublar ki, mütləqdir ki, ədalətli olmalısan ki, onlar arasında nədir? Doğru, düzgün şəkildə sevgi olsun. Həmçinin, qardaşlarım, üçüncü sələflər deyir ki, yumşaqlıq və rəhmət olmalıdır. Yəni, sərtlik, kobudluq olmamalıdır. Çünki biri digərini pozandır. Yumşaqlıq düzəldir, sərtlik isə korlayır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmin biz həyatına baxsaq, görərək ki, Allah Rəsulü həm övladlarına qarşı, həm nəvələrinə qarşı, həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm o səhabələr ki, hansı ki, gəlib Allah Rəsulünün yanında kiçik yaşından qalırdılar, ona xidmət edirdi. Hamısına qarşı çox mülayim olub, yumşaq olub. Ənəs ibn Məlik deyir ki, mən anam gətirdi, kiçik yaşım var idi. Qoydu Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına ki, xidmət elə ona. Və deyir ki, Allah Rəsulü mənə bir işə tapşırırdı, çıxırdım çölə, gördüm uşaqlar oynayır, başlayırdım uşaqlarla oynamağa. Allah Rəsulü gəlirdi, gördü ki, mən hələ oradayam, uşaqlarla oynayırdım. Və mənə deyirdi, güldən artıq söz demirdi. Nə mənə demirdi ki, niyə etmədi və yaxud da etdiyimi demirdi, niyə belə etdin. Və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlib ki, Həsən radiyallahu anhu sədəqədən bir şey götürür, yemək istəyəndə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qıx, yəni ki, pis bir şeydir, at yerə ona. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, biz deyir, yəni Peyğəmbər, əhl-i beyti sədəqə yemərik. Bizə nədir? Sədəqə götürmək yaraşmaz. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm bu cürlə onlara qarşı yumşaqlıq göstərdi. Və yaxud da gəlib rəvayətlərdə ki, məsəl üçün, deməli, Ərqa ibn Həris Allah Rəsulunun zamanında sahabələrdən biri olur və Peyğəmbər sallallahu əleyhi və səlləm Həsəni götürür, öpür onların yanında. O da baxır, deyir ki, mənim 10 dənə uşağım var, amma deyir, onlardan heç birini öpməmişəm, deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim deyir, rəhm etməzsə, ona rəhm olunmaz. Başqa rəvayətdə gəlib ki, və gəlir və görür ki, Allah Rəsulü öpür nəvələr, deyir ki, və siz uşaqları öpürsünüz, təsəvvür edin, o cür nə idilər onlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, deyir ki, əlbəttə ki, öpürük. Əgər deyir, Allah sənin qəlbindən o rəhməti çıxardıbsa, mən onu ora necə qoya bilərəm? Mən sənin üçün necə, nə edə bilərəm, deyir ondan sonra. Yəni, bu onu göstərir ki, övladlara qarşı nə etmək, mülayim olmaq, gözəl olmaq. Çünki uşaq da o ağlı keçmir, o nəsə eləyəcək, nəsə axtaracaq. Və sən üzərinə düşən isə o uşaqlara qarşı gözəl şəkildə rəftar etməkdir. Həmçinin, qardaşlarım, 4-cü qayda odur ki, uşaqlara tərbiyədə kimlərlə dostluq etdiyinə fikir verməlisən. Bu önəmlidir, qardaşlarım. Yəni, bu 4 dənənin içərisində önəmli olanlardan biri də budur, kiminlə dostluq etdiyinə bax. Düzdür, bizdə indi uşaqlara baxırsan ki, elə də böyük, çox dostu yoxdur. Dostu elə telefondur. Səhər tezdən girir, axşama kimi. Görürsən, valideyn verir ki, eşi verim, ona qoy sakit olsun, başı qarışsın. Saatlarla uşaq nədir? Telefondadır. Allahu Akbar. O uşaq, o telefon onu nə edir? Onu tərbiyələndirir. Hər şeye baxır orada. Olmaz. Ona görə də bu şeyə müsəlman nə edir? Diqqət etməlisən. Həmçində dostlarına baxmalısan ki, kimlərdir dostları, kimlərlə oturubdur. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, kişi öz dostunun dinindədir. Yəni burada kişi öz dostunun dinində o demək deyil ki, yəni o dindardır, o ilə bir yerdə olacaq. Yox. Burada hər bir şey qəsd olunur. Hər bir şey qəsd. Pis əxlaqlıdırsa, o ilə elə bərabər pis əxlaqlı olacaq o uşaq. Banditsə elə bandit kimi də olacaq o ilə. Onun tərbiyəsini götürəcək o. Ona görə də bu şeydə nə etməlisən? Diqqətli olmalısan. Həmçinin, qardaşlarım, 5-ci səbəblərdən uşaq tərbiyəsində valideyn özü nümunə olmalıdır öz övladına. Yəni, valideyn nəyi ona əmr edirsə, o şeyi özü etməlidir. Və yaxud da qadağanı, ona nəyisə qadağan edirsə, özü o qadağanı etməməlidir. Əksinə nədir? Valideyn onun üçün nümunə olmalıdır, göstərməlidir ki, bax, evladım, bax, Allahın əmridir. Bunu mən edirəm, sən də etməlisən. Bax, bu qadağandır, bu haramdır. Bunu mən çəkinmişəm, sən də çəkinməlisən. Özü siqaret çəkir, uşaqlar deyir ki, siqaret çəkmə. Döyərəm səni. Və yaxud da filan şey. Yəni, olmaz.
Sən özün ona nümunə olmalısan, nədir? Göstərməlisən ona ki, bax, bu şeylər nədir? Haramdır. Necə ki, gəlib ki, ayətdə də gəlib ki, Şüeyb əleyhissalam öz xalqına, öz cəmaatına deyirdi ki, mən sizə əmr etdiyimi özüm pozmaq istəmirəm, deyir. Yəni, ayə dəlildir ki, sən nəyi əmr edirsənsə, onu özün etməlisən. Həmçinin, qardaşlarım, 6-cı və sonuncu səbəblərdən uşaq tərbiyəsində, yəni bu səbəbləri çox artırmaq olar. Sadəcə bəzilərini qeyd edirəm ki, yəni bunları nə edək, öyrənək. Deyir ki, öyrətməlisən və həmçinin də nəsihət etməlisən. Nəsihətdir, öyrətməkdir, bunlar hamısı da doğru düzgün əqidə olmalıdır. Doğru düzgün əqidəni başa salmalısan, tövhidi ona anlatmalısan, Allahdan qeyrisinə ibadət etməyi qadağan olunduğunu və Allah Taala'nın zülm edildiyini, yəni şirk qoşmağın Allaha zülm olduğunu, ən böyük zülm olduğunu başa salmalısan, peyğəmbərlərin nə üçün göndərildiyini, peyğəmbərlərin öz qövmləri ilə niyə görə mübarizə apardığını, bunları hamısını uşağa nə etməlisən, izah etməlisən, öyrətməlisən, qardaşlar, başa salmalısan ki, onlar nə etsinlər, o tövhidi bilsinlər, tövhidlə böyüsünlər. Necə ki, gəlib ki, çünki deyir, tövhidsiz əməllər deyir, puşdur. Dünya və ahirət də bütün xoşbəxtçiliyi ancaq və ancaq Allah Subhanahu Taala'nın tövhidinə, yəni la ilahe illallah kəlməsinə tabi olmaqdadır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm Qüds hədisdə Musa əleyhissalam deyəndə ki, ya Rəbb, mənə elə bir şey öyrət ki, hansı ki, sənin qullarından heç biri bunu etməsin. Yəni bunu mən edim. Allah Taala deyir ki, dinən la ilahe illallah. O da deyir ki, ya Rəbb, bütün qullarım bu kəlməni söyləyir. Deyir ki, la ilahe illallah elə bir kəlmədir ki, onu tərəzin bir gözünə qoysan və bütün 7 qat göy, 7 qat yeri tərəzin digər gözünə qoysan, la ilahe illallah ağır gələcək. Yəni bu kəlmənin nə qədər dəyərli olduğunu o uşaqlara izah etmək lazımdır, başa salmaq lazımdır. Həmçə əllərindən tutub məscidə gətirmək, cəmaat namazlarında, dərslərdə iştirak etmək. Qoy görsünlər, əlhamdülillah. Qoy görsünlər ki, elm məclisləri necə olur, dərslər necə olur. Vallahi ki, dediyim kimi, görürsən ki, nə qədər o Ramazan boyu zənglər olur ki, uşaqdır, yarısını tutsun, orucun yarısını tutmasın, ya gün ortaya kimi tutsun, sonra tutmasın. Vallahi başqa şeylərə elə məcbur edirik ki, onları. Amma ki, görürsən ki, orucdur, namaza gələndə ürəyimiz gəlmir, ürəyimiz yanır ona. Elə düşünürük. Allah Subhanahu Taala bizi eşidib faydalananlardan etsin. Bizi fitnədən və əhlindən qorusun. Dua edirəm ki, həqiqətən Allah Subhanahu Taala bizləri, övladlarımızı doğru düzgün şəkildə tərbiyə etməyi bizlərə nəsib etsin. Onları bizlər üçün salihlərdən etsin, əməli salihlərdən. Allah Subhanahu Taala bütün müsəlmanları, onları, övladları, ailələri ilə bir yerdə cənnətin ən yüksək məqamı olan Firdevs cənnətinə yerləşdirsin. Allah razı olsun. Subhanakallahumma və həmdəyə əşhədən təstəğfiruka və etûbü ileyk.